İsmayıllıda 5 iyun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü qeyd olunub. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Anar Alızadə və idarə kollektivi iştirak edib. İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Sonra Şəhidlər Xiyabanı ziyarət edilib. Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri qoyulub. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov su təsərrüfatı və meliorasiya sahəsində çalışan əməkdaşları peşə bayramı münasibəti ilə təbrik edib. Çıxış edənlər bu sahədə çalışan mütəxəssislərin kənd təsərrüfatı inkişafında, əhalinin su təminatının yaxşılaşdırılmasında və torpaqların meliorativ vəziyyətinin yüksəldilməsində olan əhəmiyyətindən danışıblar. Sonda bir qrup şəxslər uğurlu fəaliyyətinə görə təltif ediliblər. Təltif olmuşsan, şunda uğurlar sənə. Sənət Sədr Zakir Quliyevin imzasına fərq olsun.